Bildiniz sizə niyə birinci tərəzini göstərdim? Tərəzi. Bilirsiniz də o nə deməkdir? Bir gün hamı cavab verəcək. Dəyərli müştərilərim, gözəl izləyicilərim, xoş gördüm hər kəsi. Bugün sizlərə Mərdəkanda 7 sotun içində 300 kvadratlıq 4 yataq otağından ibarət tam əşyalı bir ev təqdim edəcəm. Keyfiyyət yüksək səviyyədə, tavanın hündürlüyü 5 metr. Amma mənə belə inanmırsınız. Evlərinizi alanda videolarını, tikintinin videolarını, şəkillərini tələb edin. Bu sözüm sizə çox xeyir verəcək, çox faydası olacaq. Ən azından mənə bir də çox sağ ol deyərsiniz. Like'ları unutmayaq, komentariyaları bol eləyək, keçək bu evin təqdimatına. Mərdəkanda Əncirli küçəsi. Daimi yaşaya biləcəyiniz bir yer. Dənizə yaxın, mərkəzə yaxın. Ev axtaranlar üçün mən deyərdim ki, bu əla bir fürsətdir. Qiymətini sonda deyəcəm. 300 kvadrat metr sahəsi var bu evin. Xoş gəliniz. Birinci yataq otağı özünün sanitar qovşağı və dolab otağı. İkinci yataq otağı özünün sanitar qovşağı. Allah sizlərə də belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Ümumi sanitar qovşağı. Səbirli olun, evin bayırını da sizlərə təqdim edəcəm. Üçüncü yataq otağı. Dördüncü yataq otağı özünün qardırobu və sanitar qovşağı. Bir dənə oranı göstərsənə zəhmət. Gör necə qəşəngdir. Qoy izləyicilərimiz də görsün. Utanmasaydım burada yatardım. Evin giriş tərəfini gördünüz. Burada meşəliyi, burada besetkası. Oradan gəlsən gəl. Evin ətrafına tam dövr eləmək mümkündür. 7 sot ərazisi var, 300 kvadrat metr sahəsi var. Qohum-əqrəba həmişə sizə gəlir yeyib içməyə. Bax, burada bir 30 nəfərlik stol açıb əyləşə bilərsiniz. Hovuzu da 8 metr uzunluğunda, 4 metr enində isti döşəməli bir hovuzu var. Hətta burada isitməli, isti döşəməli deyirəm. Burada da kinoya baxa bilərsiniz. Proyektor var orada. Yəni, bilmirəm, düşür ya yox. Qiyməti 650 min manat, 7 sot daimi yaşaya biləcəyiniz bir yerdir. 300 kvadratlıq bu evi gəldim, çəkdim, göstərdim. Like'ları unutmayın. Allah hər birinizə bax belə gözəl evlərdə yaşamağı nəsib eləsin. Sağ olun, canınız sağ olsun.